President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva participated in the inauguration of the first phase of the village of Sarıcalı in Agdam district on March 27. The head of state and the First Lady reviewed the completed work and inaugurated a multifunctional administrative building constructed for local executive authorities. President Ilham Aliyev and First Lady Mehriban Aliyeva also inspected the newly built individual houses, attended the openings of a nursery kindergarten and a secondary school building, and met with residents moving into their new homes, presenting them with house keys. Sarıcalı'ya hoş geldiniz. Siz de hoş geldiniz. Sizi tebrik ederim. İlk növbədə qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm sizi və Sarıcalı kəndinin bərpası münasibətilə. Yəni bugün 2 qat bayramdır və bu bayram ərəfəsində kəndi istifadə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Bu yaxınlarda Novruz bayramını qeyd eləmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm. Onların evlərinin açarlarını təqdim etmişdim. Bugün isə burada Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmışsınız və sizin üçün burada gözəl şərait yaradılıb. Mənim işğal dövründə keçmiş köçkünlərlə çox sayılı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və sizi öz doğma torpağınıza qaytaracaq. Bugün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdır və bütün keçmiş köçkünlər üçün bu cür şərait yaradılacaq gələcəkdə. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi bugün keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də Ağdamlar qayıdacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulur. Digər kəndlərdə inşaat işləri gedir və təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Ağdam şəhəri də, rayonu da, bütün kəndlər mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdır. Bir dənə də salamat bina qalmamışdır və bu bir daha düşmənin xislətini göstərir. Bizə olan tamamilə əsassız düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirlər. İşğala son qoyulandan sonra ki, həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzəyik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə yeksan edildi və Ağdamı Qafqazın Hirosiması adlandırırlar. Amma fərq ondadır ki, Hirosima atom bombası nəticəsində viran qoyulmuşdur. Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançıları sökərək o daşları da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu misli görülməmiş vəhşilikdir.
Ben bunu defalarla demiştim. Ermeni faşizmi, faşizmin en yüksek nöqtəsidir. Ve biz Ağdamı yeniden kuracağız. Şimdi kuruculuk işleri aparılır, geniş miqyaslı quruculuq işləri. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam, Xankəndi yolu inşa edilir. Bu da Bərdə Ağdam yolu kimi döz olanlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən orada heyvan saxlayırdı. Bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam mərkəzi inşa edilir. İmarət kompleksi bərpa edildi. Natavanın qəbri bərpa edildi. Düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi bərpa edildi, yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, həstəxana tikilir. Böyük sənaye kompleksi fəaliyyət göstərir, artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Və təbii ki, yaşayış evləri. Bir neçə yaşayış kompleksi inşa edilir. Bu il istifadə veriləcək. Bununla bərabər bölgənin turizm imkanlarını nəzərə alaraq 2 mehmanxana artıq fəaliyyətə başlayıbdır və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Belə şəhər biz qururuq. Və yadımdadır, ilk dəfə işğaldan sonra Ağdamda Ağdamlarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaqdır. Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bugün bu işləri görməyə qadirdir. Təkcə Ağdam rayonunda gedən işləri mən sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir. İkinci Qarabağ müharibəsi təbii olaraq tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi. Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə Ağdam istiqamətinə biz artıq Hadrut, Cəbrayıl, Füzuli azad olunandan sonra, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq. Və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Və yenə də Azərbaycan humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcək. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi. O ünsürlərə ki, onlar buna layiq deyirlər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdir. Bizə qarşı soyqırımı törədilmişdir. Xalqımız böyük əzab, əziyyətlərə məruz qalmışdır.
Bizim şəhərlərimiz viran qoyuldu. Kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər Laçın və Kəlbəcər rayonları. Biz onsuz da bu torpaqları azad edəcəkdik. Ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq. Ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Və ondan 3 il sonra tam nəzarəti ələ götürdük. Suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bugün separatizmin kökü kəsildi. Bugün burada insanlar rahat yaşayacaq, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaq. Əminəm ki, xoşbaxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda xalqımızın milli ləyaqəti bərpa edildi. 30 il ərzində Ermənistan hər vəclə çalışırdı ki, 1 santimetr torpaq da bizə qaytarılmaz. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma bir şey onlar nəzərə almamışlar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah həmişə ordumuzun silahlı qüvvələrimizin şəxsi heyətinin başını uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bugün bax biz burada durmuşuq və bugün bu gözəl bayram ərəfəsində sizinlə görüş keçirilir. Bundan sonra bərpa işləri davam edəcək. Sarcalı kəndinin sadəcə olaraq birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra hardasa evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tip məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür, 12 sot. Eyni zamanda ətraf ərazilərə su veriləndən sonra ətraf torpaqlarda da əkin, biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və su qovuşan su anbarı bu imkanını bizə yaradacaq. Sadəcə olaraq vaxtı ilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz ki, həm Sərsəng, həm su qovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin edilsin. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və su qovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Hardasa 100 min hektar bugün suvarılmayan torpağa su gətiriləcək. Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazım addımlar atılır. Eyni zamanda kənd təsərrüfatı da artıq sahibkarlar tərəfindən də inkişaf etdirilməlidir.
Bir daha sizi ürəkdən təbrik edirəm və can sağlığı arzulayıram. Xoşbaxt yaşayın. Dəvət olunur Rzayev Ramiz İsaoğlu. Çok sağ olun, minnettar. Allah sizi var eylesin. Çox sağ olun. Behbudov Silyan Vilayətov. Əliyeva Vəfa Raqub qızı. Cəfərova Lalə Həmzə qızı. Tağıyev Elgiz Xəliloğlu. Əliyev Faiq Yelmaroğlu. Quliyeva Nuriyə Əfqan qızı. Cəfərova Natella Asif qızı. Məmmədov İntiqam Nəbioğlu. Və Əliyev Şünasif Ələskəroğlu. Təbrik edirəm. Təbriklər. Bizim hal-hazırda büyük durduğumuz yer bağ idi, meşeydi. Yanında büyük bağlı Evlər başlar. haradaydı? Evler bezimden aşağı idi. Orada. Evet. Ama bu bağ Sarıcalının bağı idi. meşeydi. Meşə. Koz ağaçları, bağ ağaçları vardı. Yani onlardan Qurdular. hamısı. Siz işğal dövründə harada yaşamısınız? Bərdədə. Danışaraq. Məktəbdə yaşayın. İndi hal-hazırda yine 5 mərtəbələrdə var. Çok sağ olun, Allah size kömək. Allah şəhidlərimizə rəhmət etsin. Minnettarıq sizə. Cavanlar da gəlir. hə? Sözün deyir həmşərə. Həvəslə gəlmişsiniz. Onlar heç görmürlər buraları. Yani görmeyenler de bile gelip görmesine göre Nezir işgal azad olmuş torpaqlarımız bərpa olunur. Yine qonaq gələrsiniz. Yani Allah həmişə dövlətimizin bayrağını versin. İnşallah ədalətsizliklə üzləşmişdik 30 il ərzində. Bu ədaləti biz özümüz bərpa etdik və hər gün ədalət təntənəsini biz görürük. Allah sizi bağışlasın. İndi azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də hardasa 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Çok sağ olun. Amma indi yaxın aylarda qonşularınız da gələcək. Çok sağ olun. Xıdırlıya, yəqin ki görmüsünüz, Öygün Şahat gedir Kəngərliyə. İlin sonuna qədər Ağdam şəhərinə burada rahat, xoşbaxt yaşayacaqsınız. Çok sağ olun. Minnettarım. Allah sizi var etsin. Sağ olun. Allah sizi Sağ olun. Çok sağ olun.